Salam müəllimlər, axşamınız xeyir olsun. Mən texnologiya təlimçisi Əmraslanova Cəmalə. Bugün sizdən 7-ci sinifin 6-cı mövzusu olan quraşdırma elementləri olan məlumatların spesifikasiyası haqqında danışacağam. Deməli müəllimlər, bu mövzu çox müəllimin sevmədiyi və ona qaranlıq qalan bir mövzularımızdan biridir. Ona görə mütləq şəkildə diqqətlə öyrənmək lazımdır. Çünki MİQ və sertifikasiya imtahana %100 düşür. Və bu ildə mütləq şəkildə düşəcəkdir. Buna əmin ola bilərsiniz. Deməli, gəlin baxaq görək quraşdırma nədir? Baxın, quraşdırma hesablamaları yerinə yetirməklə planlaşdırmaq, qurmaq, tikmək deməkdir. Və quraşdırma yaradıcı bir prosesdir. Məsələn, müəllimlər, oyuncaqlar, diş fırçaları, geyim, maşın, sanitar texniki avadanlıqlar, mətbəx ləvazimatları və bu siyahıya bir çox, en qədər sonsuz sayda əşyanı aid etmək olar ki, hər biri quraşdırma prosesi nəticəsində yaranmışdır. Və quraşdırma da hər hansı bir məmulatdır, qurğudur, əşyadır, onun yaradılmasına, hazırlanmasına yönəlmiş yaradıcı bir prosesdir. Deməli, yeni konstruksiyaların yaradılması üzərində əlbəttə ki, mütəxəssislər iştirak edirlər. Hansı ki, onlar yeni texniki ideyalar, kəşflər, eyni zamanda fikirlər irəli sürürlər. Bunlar da tək və yaxud da ki, kollektiv ixtiraçı əməyinin məhsulu hesab edilir. Hazırlanma prosesində istənilən məmulat müəyyən mərhələdən keçir. Belə ki, konstruktorun beynində yaranan ilkin ideya sonraki mərhələdə sözlə təsvir edilir, rəsmə, sxemə, sertiyoja çevrilir. Deməli, birinci o konstruktor beynində fikirləşir, xəyalən təsvir edir, daha sonra nə edir? Həmin prosesi belə deyim, həmin ideyanı sözə çevirir, sözlə təsvir edir. Daha sonra sözlə təsvir etdikdən sonra həmin təsvir etdiklərini artıq gerçəkləşdirməyə başlayır. Bunu da rəsm üzərindən, sxem üzərindən və yaxud da ki, sertiyoj üzərindən həyata keçirir. Məmulat haqqında tam məlumat daşıyan bütün mətn və təsvir, yəni qrafik sənədləri konstruktor sənədləri adlanır. Yəni, məmulat haqqında tam bir məlumat daşıyır. Məsələn, əlimdəki mənim nədir? Telefondur. Telefon haqqında tam məlumat, tam fikir söyləmək olursa, yəni bunu kim icra edə bilər? Əlbəttə ki, məsələn, Samsungu icad edən şəxs, belə deyim də, onun haqqında tam bir fikir formalaşdırırsa, tam halda öz fikirlərini, belə deyim də, dilə gətirib onu söyləməyə bacarırsa, bu deməli adlanır konstruktor sənədləri. Konstruktor sənədləri də mətn və təsvir, eyni zamanda təsvirin digər adı qrafik sənədlərdir. Deməli, tam sözü varsa, bu konstruktordur. Elə tam məlumat sözü ilə konstruktorun içində T hərfi var. Bundan yadda saxlaya bilərsiniz. Tam məlumat sözü iki sözün birləşməsindən ibarətdir. Konstruktor sözündə də 2 T var. Bu şəkildə yadda saxlaya bilərsiniz. Quraşdırma sənədləri məmulatın işlənməsi, onun hazırlanması, nəzarət, istismarı üçün lazım olan məlumatların bazasıdır. Deməli, quraşdırma sənədləri artıq burada işlənmə, hazırlanma, nəzarət. Bu 3 söz varsa, işlənmə, hazırlanma və nəzarət. Bu 3 söz varsa, bilin ki, bu deməli adlanır quraşdırma sənədləri. Hansı ki, quraşdırma sənədləri də bu 3 dənənin məlumat bazasıdır. Bunu da hin sözü ilə yadda saxlaya bilərsiniz. Hazırlanma, daha sonra işlənmə və nəzarət. Hin sözü ilə yadda saxlaya bilərsiniz. Eyni zamanda məlumat bazası sözü ilə yadda saxlaya bilərsiniz. Bu da adlanır quraşdırma sənədləri. Və müəllimlər, quraşdırma sənədlərinə aiddir detalın sertiyoju. Baxın, bunu buradan belə deyim də sizə göstərə bilərəm. Detalın sertiyoju. Bunlar nədir? Detalın sertiyoju. Quraşdırma sertiyoju. Quraşdırma sertiyoju necə, hansı şəkildə quraşdırılıbdır? Quraşdırma sertiyoju və
Spesifikasiya ilə birlikdə, spesifikasiya nədir müəllimlər? Bu hissə. Spesifikasiya müəllimlər, baxın bu hissədir. Spesifikasiya ilə birlikdə ümumi görünüş çertyoju, həmçinin ora daxil olan təlimatlar və sxemlər. Bunlar hamısı adlanır quraşdırma sənədləri. Deməli, hələ ki biz quraşdırma sənədlərindən danışdıq. Quraşdırma sənədi nə oldu? Hind sözündən yadda saxladıq. Hazırlanma, işlənmə və nəzarət. Eyni zamanda məlumat bazasıdır. Eyni zamanda quraşdırma sənədləri detalın çertyojudur, quraşdırma çertyojudur. Spesifikasiya ilə birlikdə ümumi görünüş çertyoju, təlimat və sxemlər həmin təsvirə daxildir. Daha sonra gələk. Detalın çertyoju onun əyani təsvirinin hazırlanması üçün lazım ölçüləri və digər məlumatları əks etdirir. Deməli, detalın çertyoju, məsələn, bayaq nə var idi? Quş yuvası var idi. Orada onun təsviri verilmişdir. Hazırlanması üçün lazım olan ölçülər göstərilmişdir, hansı ki spesifikasiyada və digər məlumatları əks etdirir. Məlumat bir neçə detalın birləşməsindən ibarət olduqda, mütləq şəkildə onun quraşdırma çertyoju işlənib hazırlanmalıdır. Baxın, məlumat tutalım ki, bu quş yuvasıdır. O bir neçə detalın birləşməsindən ibarətdir. Baxın, fikir verin. Bir neçə detalın birləşməsindən ibarətdirsə, mütləq şəkildə onun quraşdırma çertyoju işlənib hazırlanmalıdır. Quraşdırma çertyojunda məlumatın detallarının bir-biri ilə birləşdirilmə üsulu görürsünüz də necə. Baxın, burada hamısı göstərilib. Bir-biri ilə birləşdirilmə üsulu və ardıcıllığı göstərilməlidir. Eyni zamanda məmulata daxil olan bütün detallar spesifikasiyada sadalanmalıdır. Baxın, görürsünüz burada hansı materialdan istifadə edilir? Fanerdən, detal olaraq ön divardan, yan divardan, altdan, arxa divardan bu kimi şeylərdən istifadə edilmişdir. Hamısının bunların deməli belə deyim də orada öz əksini tapmalıdır. Və həmin deməli sadalanan məlumatlar spesifikasiyada öz əksini tapır. Detalların quraşdırma çertyojundakı nömrələri spesifikasiyadakı ilə eyni olmalıdır. Yəni məsələn belə bir izah verim sizə. Baxın, buradan izah verim. Baxın bu hissədən. Burada nədir? Bunun eni göstərilib 170. 170. Buradan yan tərəfi nə qədərdir? 200-dür. Sonra deməli onu vururlar 300-ə, 350-yə və bu onun arxa divarının ölçüsüdür. Və yaxud da ki ön divarının ölçüsüdür. Yəni baxın, eyni bunu deyir. Detalların quraşdırma çertyojundakı nömrələri bu spesifikasiya ilə eyni olmalıdır. Yəni burada verilən nömrələr, ölçülər buradakılarla eyni olmalıdır. Gələk ümumi görünüş çertyojuna. Ümumi görünüş çertyoju məlumatın quruluşunu əks etdirir, onun əsas tərkib hissələrinin qarşılıqlı əlaqəsini və məlumatın iş prinsipini izah edir. Çertyoja spesifikasiyada əlavə edilməlidir. Deməli, ümumi görünüş çertyoju nədir? Artıq bir deməli fiqurun hazır versiyasıdır ki, burada artıq məlumatın quruluşu əks olunur, onun tərkib hissələri verilir. Onların qarşılıqlı əlaqəsi və məlumatın iş prinsipi izah edilir və çertyoja spesifikasiyada mütləq şəkildə əlavə edilməlidir. Bəs təlimatın tərkibində nələr göstərilir? Təlimatın tərkibində məlumatın hazırlanması, yığılması, tənzimləmə və nəzarətə dair göstərişlər olur. Və şərti işarələr şəklində olan sxem məlumatın tərkib hissələrini və onların qarşılıqlı təsirini əks etdirir. Adətən quraşdırma praktikasında təsvir olaraq deməli texniki rəsmdən istifadə edilir. Hansı ki texniki rəsm nədir? Texniki təsvirdir də. Orada üç tərəfdən görünüş verilir, asan anlaşılır. Ona görə də bu səbəbdən texniki rəsmdən istifadə edilir. Texniki rəsm ölçmə və rəsm alətlərindən istifadə etmədən gözlə, əllə yerinə yetirilmiş rəsmdir. Bütün məlumat və pəstahlar müəyyən texnoloji proseslərin yerinə yetirilməsi nəticəsində hasil olunur. Belə ki, texnoloji proses var. Texnoloji proses, baxın, texnoloji sözü i hərfi ilə bitir.
İstehsal sözü də i ilə başlayır. Texnoloji, istehsal bu şəkildə yadda saxlayın. Texnoloji proses istehsal prosesinin bir hissəsidir. Əmək əşyasının dəyişdirilməsi və ya onun vəziyyətinin müəyyənləşdirilməsi üzrə məqsəd yönlü fəaliyyətdir. Əmək əşyasına da pəstahlar aid edilir. Və deməli gələk texnoloji əməliyyata. Texnoloji əməliyyat nədir? Eyni iş yerində baxın, əməliyyat görürlər. Hər hansı bir əməliyyatı, hər hansı bir işi icra edirlər. Eyni iş yerində bir və ya bir neçə fəhlənin, bir və ya bir neçə emal olunan və yığılan məmulat üzərində fasiləsiz yerinə yetirdikləri texnoloji prosesin bir hissəsidir. Məsələn, müəllimlər, kimsə bir ev tikirsə, bu bir texnoloji əməliyyatdır. Hansı ki, ora bir iş yeridir artıq. Hansı ki, onun belə deyim də, həyata keçirilməsində, tikilməsində müəyyən bir zaman olur ki, o zaman içində həmin o fəhlələr orada işləyirlər, orada onların iş yeri adlanır. Ona görə də deməli orada bir və ya bir neçə fəhlə, bir və ya bir neçə emal olunan və yığılan məmulat üzərində fasiləsiz şəkildə yerinə yetirdikləri texnoloji prosesin bir hissəsi texnoloji əməliyyat adlanır. Texnoloji əməliyyat müxtəlif texnoloji keçidlərdən ibarətdir. Hansı ki, eyni texnoloji təchizat vasitələri ilə yerinə yetirilən texnoloji əməliyyatın başa çatmış hissəsi adlanır texnoloji keçid. Başa çatmış hissə varsa, artıq biz bunu texnoloji keçid adlandıra bilərik. Baxın, keçid nədir? Bu şəkildə yadda saxlayaq ki, texnoloji keçid deyən zaman bu piyada keçidləri ilə yadımızda saxlayaq. Nə edirik? Yolu keçirik, artıq yolu başa çatdırmış oluruq. Bir tərəfdən digər tərəfə keçirik, yəni bir yolu başa çatdırmış oluruq. Bunu bu şəkildə yadda saxlaya bilərsiniz ki, keçid varsa, texnoloji keçid varsa, artıq orada biz başa çatmış sözün axtarmalıyıq və onunla müəyyən etməliyik ki, artıq bizdən burada texnoloji keçidi istəyir. Məmulatın quraşdırma sənədlərindən başqa texnoloji sənədlər də vardır. Texnoloji sənədlər qrafiki və mətn sənədləridir. Bu sənədlər məmulatın hazırlanma texnologiyasını təyin edir və texnoloji sənədlərin özünə isə texnoloji xəritə, marşrut xəritəsi və əməliyyat xəritəsi daxildir. İndi gəlin onların açıqlamasına baxaq. Texnoloji xəritə nədir? Texnoloji xəritə, texnoloji əməliyyatlar, materiallar göstərilməklə detalların tam hazırlanma prosesini əks etdirir. Baxın, texnoloji xəritə artıq tam halda xəritələri belə deyim də, adi məsələn Azərbaycan xəritəsini gözümüzün qarşısında canlandıraq. Bu zaman nə baş verir? Həmin o texnoloji xəritə artıq tam şəkildə hazırlanıb bizə verilmişdir istifadə üçün. Deməli, texnoloji xəritə varsa, tam hazırlanmış bir prosesdən söhbət gedir. Başqa sözlə, texnoloji xəritə məmulatın bütün emal prosesini özündə əks etdirən əməliyyatlar, onların tərkib hissələri, material, istehsal avadanlığı və məmulatın hazırlanması üçün texnoloji rejimlər haqqında ətraflı məlumat verən texnoloji sənəd formasıdır. Baxın, görürsünüz nə qədər şey sadalayırıq. Avtomatik qaydırıq 5-ci sinifdə. Texnoloji xəritə nə idi? Orada texnoloji əməliyyatların ardıcıllığı ətraflı göstərilirdi. Hər əməliyyatın icrasında pəstahın qrafik təsvir verilirdi, tətbiq olunan alət, tərtibat göstərilirdi. Eyni şeydir. Burada da yenə bir sıra şeylər sadalanır. Bu da artıq bir sənəd formasını bizə verir ki, bu da adlanır texnoloji xəritə. Marşrut xəritəsi isə iş sənədlərinin tərtibinin bütün mərhələlərində istifadə olunan əsas texnoloji sənəddir. Baxın, marşrut xəritəsi də, bunu da belə marşrutu, məsələn, şəhərlər, qəsəbələr arası marşrutlarla yadda saxlaya bilərik ki, mərhələlərində istifadə edilir. Belə deyim də, məsələn, o marşrutlar məhəllələrdən də keçə bilir. Mərhələ, məhəllə, marşrut bu şəkildə yadda saxlayıb, bu şəkildə onları bir-birinə uyğunlaşdıra bilərsiniz. Və bu əsas texnoloji sənəddir. Marşrut xəritəsi təchizatdır, avadanlıqdır, materialdır. Onların işidir. Bunların göstərilməsi üçün məlumatın müəyyən ardıcıllıqla hazırlanmasını bütün əməliyyatları üzrə aparılan texnoloji proseslərin təsvirini özündə cəmləşdirir.
Deməli, texnoloji marşrut xəritəsi deyən zaman artıq deməli 5-ci sinifdə nə demişdik? İcra ardıcıllığı göstərilir. Burada da eyni deməli söz var. Ardıcıllıq sözü var. Elə ardıcıllıq sözü ilə yadda saxlaya bilərsiniz. Eyni zamanda mərhələni məhəllə ilə yadda saxlaya bilərsiniz ki, marşrutlar məhəllələrdən keçir. Hansı ki, bunu da mərhələ sözü ilə uyğunlaşdırıb fikrinizdə cəmləşdirə bilərsiniz. Son olaraq gəlirik əməliyyat xəritəsinə. Əməliyyat xəritəsi isə keçiddir, qurğudur, tətbiq edilən alətin siyahısıdır. Və məmulatın hazırlanmasında çoxsaylı mütəxəssislər iştirak edirlər. Bu sual müəllimdən imenli bu hissə miqə düşmüşdü. Hansı ki, konstruktor nə edir? Sertiyoj işlər. Texnoloq detalın emal texnologiyasını və yığılmasını işləyir. İxtisaslı fəhlələr isə detalı hazırlayır, məmulatı yığırlar. Nəzarətçilər detalların sertiyoja uyğunluğunu yoxlayır. Və bütün mütəxəssislər tərəfindən başa düşülməsi və oxunması üçün sertiyoj ümumi qəbul edilmiş qaydalara uyğun olaraq tərtib edilməlidir. Mövzumuz uzundur, xırdalıqları çoxdur. Ona görə də mütləq şəkildə diqqətlə öyrənməyə və izahımıza diqqətlə qulaq asmaq lazımdır. Uğurlar hər kəsə.